Salam hörmətli izləyicilər. Bugün biz vətənsevənlər, şəhid ailələri və müharibə iştirakçılarına dəstək ictimai birlik olaraq mən ictimai birliyin sədri Surə Məmmədova və ictimai birliyimizin fəal üzvlərindən olan Fazilə Allahverdiyeva, daha bir qəhrəmanımızın Cəngən kəndi, Salyan rayonu Cəngən kəndindən olan şəhidimiz Anar Afətoğlu Vəlizadənin evindəyik, onun ocağındayıq. Gəlmişik onun ailəsini ziyarət etməyə. Cəmi şəhidlərimizin məkanı cənnət, məqamı uca olsun deyirəm. Burada Anar Vəlizadənin gözəl övladları, gözəl ailəsi yaşayır. Anası, atası, qardaşları. Yəni hər birisi bir nümunədirlər. Çox gözəl ailədirlər. Həqiqətən də fəxr etməyə dəyər. Belə bir gözəl ailənin də məhz belə bu cür şəhadətə yüksələn övladı olmağı həqiqətən də təqdirə layiqdir ki, yəni bizim şəhidlərimiz məhz belə ocaqlardan, belə ailələrdən çıxıblar. Yəni onlar qəhrəmanlarımızdır bizim. Allah cəm şəhidlərimizin məkanı cənnət, məqamını uca eləsin. Anar Vəlizadə, baş çavuş Anar Vəlizadə də onun içində olmaqla. Bugün bizim anaya Vəfa Xalça şirkətinin, Vəfa Foto Xalça şirkətinin hədiyyə etdiyi xalçanı bugün bura gətirmək mənə nəsib olmuşdur. Anaya bunu hədiyyə ediblər və ananın yolu uzaq olduğu üçün onu mən gətirdim. Mənə həvalə etdilər və mən bununla da fəxr duyuram. Çox sağ olsun Vəfa Foto şirkətinə, xalça şirkətinə dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizi daim anırlar, onları yəni hədiyyə edirlər. Bu anaya olunan Anar və baş çavuş Anar Vəlizadənin yəni təmənnası olan bir hədiyyəsidir ki, anaya. Buyurun anacan, Zinfirə ana, gözəl ana. Çox sağ olsunlar şəhid sevənlərimiz. Siz də çox sağ olun. Allah köməyiniz olsun. Həmişə şəhidlər ailələrin yanında olduğunuza görə Allah hamımızdan razı olsun. Vəfa Foto Xalçaya da öz minnətdarımı bildirirəm. Allah razı olsun ki, mənə bu hədiyyəni verdiyinə görə Allah onların köməyi olsun. Allah hər birinizə can sağlığı. Allah hamımızdan razı olsun. Çox sağ olun. Bugündən etibarən bu xalça da Gözəl bir yerdə, güşədə, yəni bu Anar Vəlizadənin öz güşəsində, özü üçün ev güşəsində məxsus olan bir yerdə şəhidimizin güşəsində öz əksini tapacaqdır. Bu da mənim anaya etdiyim hədiyyədir. Öz vətənsevənlər, şəhid ailələri və müharibə iştirakçılarına dəstək cəmiyyətimiz, ictimai birliyimiz adından anaya hədiyyə gətirmişəm. Onun övladları və Anarın şəkli olan bir fotodur. Allah köməyiniz olsun. Çox sağ olun. Allah razı olsun. Allah köməyiniz olsun. Bizim müqəddəs borcumuz həmişə hər sizin zaman. yanınızdasınız. Çox sağ olun. Allah cəm şəhidlərimizin məkanı cənnət eləsin. Anar balamız da onun içində. Anar balamız da onun içində olmaqla bizim müqəddəs borcumuz daim şəhid və şəhid ailələrimizin ziyarətində olub onların yolunu davam etdirməkdir. Çox sağ olun. Siz də sağ olun.